Sizinlə çox gözəl, çox nəticəli bir, deməli, dua tərtibi çalışması paylaşacağım. Amma ondan öncə qısa bir fikir bildirmək istəyirəm ki, çox insan düşünür ki, mən bu namazı qıldım ki, bunu mənə deyənlər olubdu, mən bu duanı etdim, mən bu nəziri verdim, mən belə yaxşılıq etdim, və yaxud da mən bu çalışmanı aldım, bu terapiyadan keçdim, bu marafondan keçdim, amma mən istədiyim o nəticəyə çata bilmədim. Baxın, burada çox böyük bir yanlışlıq var. Nəyə görə? Çünki Yaradan bizlə enerji dili ilə danışır. Bunlar hər hansı bir simvolik olaraq Yaradan bizdən kontakta gedir. Düşündüyün insan önə çıxa bilir, istədiyin yemək sənə hədiyyə olaraq gələ bilir, bir payda ola bilər, baş əşyada ola bilər və yaxud da kimsə düşünürsən, o sənin önə çıxır. Yəni Yaradan bizlə, təbiətlə, torpaqla, canlı, cansız, hər şeylə və hər kəsdən bizlə əslində daim kontaktdadır mesaj olaraq. Bunu çox insan bilmir və insanlar sanki bir müddətdən sonra mən artıq dua etməyə buraxdım, alınmadı. Mən artıq bir ayda edirəm, istəyirəm, heç nə yoxdur. Bir ildə edirəm, heç nə yoxdur. Bu belə deyil. Hər bir insan etdiyi o deməli çabalardan sonra diqqətli izləməlidir. Çünki Allah çoxu zaman direkt nəticə vermir. Həmin o nəticəyə gedəcək sənə səbəblər verir. Çünki dünyanı da Allah əslində o anda yarada bilərdi, bir anda. Amma dolayı yolla yaratdı və o dolayı yolla hər kəsi və hər şeyi bir-birinə bağlantılı qıldı və onu etməkdə də bizə mesajı budur ki, zaman və səbir. Bizə əslində zamanda o səbirli olmağı, təmkinli olmağı mesajını verdi. Nəyə görə zaman? Çünki insan çaba göstərir, əziyyət çəkir. Nəticəsi ona görə o dəqiqə olmur ki, biz həmin onu gözləyəndə səbrimiz sınanır, təvəkkülümüz sınanır, iradəmiz möhkəmlənir, mənəviyyatımız hansı dərəcədə qüvvətlənir. Çünki mənəviyyat yetişməlidir. Mənəviyyat havadan, sudan o dəqiqə güclənmir ki. Və belə olan halda insan nəyə diqqət etməlidir? Mən deməli, nə istəyirəm? Amma indi hansı mərhələdəyəm? Hal-hazırda mən o çatacağım arzu ilə indiki səbəblərin arasında hansı əlaqə var? Çünki biz o çabanı göstərərkən bəzən elə yollardan gedirik ki, deyirsən ki, çox əlaqəsizdir da, mən nə istəyirəm, amma indi hardayım və ya hansı işlə məşğul oluram. Amma əslində sənin o əgər həqiqətən arzuna, niyyətinə, həmin istəyinə sədaqətlisənsə, sadiqsənsə, sən səbəblərə odaqlanmalı deyilsən. Diqqətin hal-hazırki çətinlikdə, sıxıntıda, gözləmədə, dirəncdə, azında, çoxunda olmamalıdır. Əgər sən həqiqətən o istədiyin nəticəyə çatmaq istəyirsənsə, səbəblərə yox, nəticəyə əgər bağlı qalarsansa, sən nə olur olsun o nəticəni əldə edəcəksən. Təbii ki, hər zaman hər kəsin və hər şeyin xeyrinə olanı Yaradanımızdan istəməliyik. Beləliklə, bunu unutmayaq ki, Yaradan bizim arzularımıza sədaqətli olduğumuz müddətcə getmək üçün mütləq bizə qapılar açır, mütləq bizə müxtəlif insanlarla, hər kəslə və hər şeylə bağlantıda olan biz hər cür bizə deməli vasitəçi və ya vasitələr göndərir. Yetər ki, ona qarşı diqqətli olaq və sonda gəldik tərtibə. Tərtibimiz necə olacaq? Deməli, səhər saatlarında gün doğarkən, yəni tam gün doğmuş olaraq yox, doğarkən 786 dəfə bir stəkan suya deməli besmə ilə, yəni Bismillahirrahmanirrahim oxuyub tam səmimi qəlblə, saf niyyətlə Allahım həyatımda olan, görüb görmədiyim, bilib bilmədiyim, fərqində olub olmadığım, mənə aid olan və mənə aid olmayan bütün blokajlarımın açılmasını niyyət edirəm. Yəni unutmayaq ki, blokajların açılması belə müxtəlif səbəblərlə açıldığını və açılacağını sizə Yaradan o mesajları verəcəkdir. 7 gün edin, hər səhər eyni vaxtda mütləq şəkildə axar su götürün, bu çalışmanı edin, inşallah ki, nəticəsini görəcəksiniz.